Bugün nə az nə çox düz 500 minlik böyük bir ailə olduq. Şam üfürməyəcəm, bir şeylər patlatmayacam, gül əkəcəm. Qoy bugünkü 500 mini hər o gül açdığı zaman yada salım. Əslində bugün çox kövrəyim, çünki burada 3 illik zəhmətimin nəticəsi var, bəhrəsi var. Hansı ki, mən şəhərdə, böyük şəhərdə yaşamıram, kiçik bir rayonda yaşayıram. Burada yaşayanlar bilir ki, necədir, insanların reaksiyaları nədir, nə cürdür. Çox mübarizə aparmışam, səhifəmin açmaq üçün ailəmlə bağlı çox savaşlarım olub. Və bu savaşa başlayan zaman hər nə olursa olsun evə təsir etməyəcəm sözünü verdim özümə ki, hər hansı bir problemdə məndən bu icazəni, mənə bu şansı çox görməsinlər. Çünki mən öz gücümü özümə, heç kimə yox, özümə isbat elədim. Elə günlər oldu ki, yorğunluqdan canımın ağrısını, yəni heç kim bilmədi, amma mən bildim. Başımı yastığa qoyanda canımın ağrısını mən bilirdim. Amma hər şey o qədər gözəldir. Bütün bu çətinliklərə baxmayaraq, baskıya baxmayaraq, burada bu gözəllikləri yarada bilmək, sizlə bir yerdə böyümək, sizin o böyük sevginizi qazanmaq, hörmətinizi qazanmaq dünyalara dəyər. Bir evdə bir insanı, həm uşaq, həm böyük, bütün ailəvi olaraq dəstəkləyirlərsə, xoş sözlər yazırlarsa və bu xoş sözlər mənim hətta valideynlərimə kimi gəlib çıxırsa, daha nə deyim? Çox sağ olun. Təşəkkür edirəm. Həmişə mənimlə olun. Bir yerdə inşallah xeyirli böyümələrə, xeyirli. Əgər xeyrimizədirsə, inşallah ki, daha da böyük nailiyyətlər bizim olsun. Və onu da vurğulamaq istəyirəm ki, heç bir əziyyət, heç bir zəhmət qarşılıqsız qala bilməz. Bu həyatda mənim həyat fəlsəfəm budur. Həyatı anlama şəklim budur. Əgər zəhmət çəkirsənsə, bəhrəsi mütləq olmalıdır. Hər birinizə təşəkkür edirəm. Daha gözəl, daha faydalı, daha maraqlı çəkilişlərlə inşallah sağlıq olsun, dinclik olsun, firavanlıq olsun sizinləyim. Özünüzdə müğayət olun.